Növbəti monitorinq tipli bir sualın izahına baxırıq. Bu da sahə və perimetr üzrədir. Dediyim kimi sahə və perimetr üzrə mütləq bir məsələmiz olacaq. Kvadratın sahəsi 81 cm kvadratdır. Düzbucaqlının perimetri bu kvadratın perimetrindən 2 dəfə böyükdür. Düzbucaqlının eni 8 cm olarsa sahəsini tapın. Bizdən düzbucaqlı haqqında soruşur. Amma verdiyi şərt kvadrat barəsindədir. Biz əvvəlcə bura bir kvadratımızı çəkək. Kvadratımızı çəkdik. Bizə deyir ki, kvadratın sahəsi 81 cm kvadratdır. 81 cm kvadrat biz bilirik ki, düstur A kvadratıdır. 81-dən də çıxacaq. Təbii ki, bunu artıq 4-cü sinif şagirdləri bilir ki, 9-u 9-a vuranda eləyir. 81 və A bərabərdir 9-dur burada. Biz kvadratın bir tərəfini tapdıq ki, 9-dur. Və bizə deyir ki, düzbucaqlının perimetri bu kvadratın perimetrindən 2 dəfə böyükdür. İndi tərəfi 9 cm olan 9, 9, 9. Bir kvadratın biz nəyini tapmalıyıq? Perimetrini tapmalıyıq. Təbii ki, perimetr kvadrat bərabərdir 4 vurulsun 9. Bu da bərabərdir 36 cm. 36 cm-lik bir kvadratın perimetri deyir ki, düzbucaqlının perimetrindən 2 dəfə böyüdür. Düzbucaqlı 2 dəfə böyüdür. Demək ki, düzbucaqlının perimetri 36 vurulsun 2-dir. Bu da eləyir 72 cm. İndi bir düzbucaqlı çəkək. Həmin düzbucaqlının bildiyimiz, belə deyək, yeganə ipucu onun perimetridir. Amma bizdən sahəsini soruşur. Amma bizə eni də verib ki, 8-dir. Bizə eni 8 veribsə, biz nə edə bilərik? Və perimetrimiz var. Perimetr də bərabərdir 72. Biz perimetrdən yola çıxıb uzunluğu tapa bilərik. Düzbucaqlının perimetr düsturu belədir. Perimetr bərabərdir 2 vurulsun n üstə gəlmək uzunluq. Perimetr bildiyi 72-dir. Elə birbaşa düsturun altında 72 bərabərdir 2 vurulsun 8 üstə gəlmək uzunluğu bilmədiyimiz üçün təbii ki, x qoyuruq. Sadə bir primitiv tənlik çıxır qarşımıza. 4-cü sinif şagirdi artıq bu tənliyi həll eləməyi bacarmalıdır. 8 plus x bərabərdir 72 bölünsün 2. 8 plus x bərabərdir 36. X da buradan bərabərdir 36 çıxılsın 8. X da bərabərdir 28 cm. Demək ki, bizim düzbucaqlımızın uzunluğu 28 cm-dir. Eni isə 8 cm-dir. Bizdən isə nə soruşur? Sahəni. Düzbucaqlının sahəsi də bərabərdir A vurulsun B. Demək ki, yazacağıq S bərabərdir 8 vurulsun 28. O da bərabər olacaq 224 cm kvadratına.